Bu da bizim doğma Bakımızdan 440 kilometr aralıda yerləşən, kainatın ən dadlı kartoflarını yetişdirən Gədəbəyimiz. İlin 4 fəslində yorğana bürünüb yatdığımız bir şəhər. Səfalı yerləri ilə, yaşıllıqları, dağları və çayları ilə göz oxşayan gözəl diyarımızda hər şey öz axarı ilə gedirdi. Ta bizim qəhrəmanlarımız Şəmi və Şöşünün bura gəlməyinə qədər. Öz problemləri başlarından aşıb daşan xalaoğlular bu dəfə də yaxşılıq etmək istədilər. Amma nəysə, baxın. Gəlib bir qara əjdaha, yine ha 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 ha. Fil konteynadır aha, yine ha 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 ha. Gəlib bir qara əjdaha, yine ha 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 ha. Fil konteynadır aha, yine ha 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 ha. Gəlib bir qara əjdaha, yine ha 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 ha. Fil konteynadır aha, yine ha 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 ha. Gəlib bir qara əjdaha, yine ha 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 ha. Fil konteynadır aha, yine ha 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 ha. Bu nədir? Qayday səsi. Maşın qaynatdı yenə Nə? sən ölə. Bu nədir? Nə olub ki? Motor qaynatdı da lan. Vay 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 buna bax hə. Ay Buna. dədə. Mən sənə bütün yolu demişəm ay şöşü. Bax Bakıdan bura gələnə kimi mən sənə dedim ki, yavaş sür. Dedim yavaş sür. Dinlərim, Hə, tras. bütün tras ortasındasan o Qalinvagillə ötüşmüsən. Ay sən Qalinvagil o cür bahalı maşın, o cür motoru güclü olan maşınla sən ötüşərsən heç. Zato 3 dəfə gəldim onun yanından vızıltı ilə keçdim. Peribaldan açmışdıq az qala. Görmürsən mənlə konuşuyor. Görmürsən mənə. Bütün günü bax deyirəm, Görürəm, bəyinirəm, eləyirəm ki, Açarlara qoydum. nədir bu? Kartoşka. Bu nədir ay şöşü? Kartoşka tamam. Nə kartoşkası ha? İran kartoşkasıdır. Sən Gədəbəy İran kartoşkası gətirirsən ha? Ha? Bakı xarab olub, bura kartofun məskənidir də, ay kişi, ay bala. Kartof burada çıxır da, İrandan durub bura basa-basa kartof gətirmişsən sən. Ay dədə vay, bu nətər adamdır, bu nətər adamdır. Mən yoruldum buna deməkdən ki, şöşüb, biz əməlli bir maşın alaq özümüzə, kondisioner olan bir maşın alaq. Bütün cahammat, bütün yol boyu hamısı şəmi şöşüşə. Nə istənirsən ala çaydan iç bir Bu nə? sakitləş, sərinləş dənə. Bu radiator qaynatmamışdı mı? Hə. Hə, o qəşəng qaynanmış suyla bir dənə çay dəmləmişəm. Nə danışırsan? Hirslənmə. Sənin bax bu işlərini arada xoşlayıram ay Hə, şöşü. qəşəng Bu təmiz işlərini arada xoşlayıram. Yallah. Oğulsan, oğul. Sən mənim canım necə çaydır? Bəh, qap qaynar ha. Əməli samovar çay qaynatmısan. Radiatorda qaynatdım yəni var təmiz. Oğulsan, köşü. Eşidirsənmi? Biz bura gəlmişik söhbət eləməyə. Yaxşı, o kartof, martofsa onlar hamısı boş şeylərdir. Ona görə də tələsək, bu dəqiqə zəng eləyəcək. Yaxşı? Davay. Oyunsan. Ha, bu da kartofu değil. Benzin pulu çıxsın. Gəl İran kartofuna. Yığ ora yığ. Hələlik bunları yığ. Bunu sataq benzin pulu çıxsın qalanda. Sonra şeylər. Gəl İran kartofundan qalmadı. Ay Şəmi. Bilək də sən qışqırda bu. Mən sənin üçün burada kartoşka satana oxşuyuram ay şöşü. Mən oxşuyuram kartoşka Sən satana. burada Gədəbəyin ortasındakı ay cahammat gəlin İran kartofu alım. Ayıb görməmişsin. Mən oxşuyuram kartoşka satana. İran kartofunu bu Gədəbəydə nə təri sata bilərsən? Əleyhissalam. Ala bu dəqiqə alacaq. Sən eşidirsən maqsad qal. Eşidirəm. Bizim bitfasonumuza belə baxıb, yəni aldanmı biz kartoşka satan deyil. Prosta İranda söhbət var idi, onu həll eləmişdik. Pulları yox idi, indi onun yerinə kartof veriblər. 3 ton kartofu sata-sata gəlmişik, qalanı budur. Sat. Özdə bu elə belə kartof deyil, bu İran kartof. Heç xaricdə olubsan? Olmamışam. Olmamısan? Yox. Zato İran kartofu alıb xarici kartoşka yeyəsən. Ağsaqlar, özdə elə belə kartoşka deyil, bu təmiz İran kartofudur. Bax, mədə bağırsaq problemi. Babasil, qarın ağrısı, burun, beyin, bütün qulaqsal, onurğa, bütün nə qədər böyrəyində daşlar, hər bir şey. Bu elə belə kartof deyil, ağsaqlar. Təmiz İran Başa kartofu. düşdüm və Gədəbəyin kartofu nədir? İndi Gədəbəyin öz yeri, bu xaricidir da, bu mimmaydı İran. Eşirsənmi? Yəni bu kartoşka elə kartoşkadır ki, yəni bunu giyərsən özünü xaricdə hiss edirsən də. Başa düşdün? Misal İranda olmamısan, başqa ölkələrdə olmamısan. İndi cahamat burada İrana müalicəyə gedir, amma bu kartoflar özü müalicəvidir. Yəni mədə bağırsaq, ondan sonra baş ağrısı, miqrendir, sonra burun ağrısı, qulaq ağrısı, Başa düşdüm diş o qədər. ağrısı. Ona bax elə. Bir dənə Bax bax. elə. Bir də dadına bax. Bu da şəkərə qarşı yaxşıdır. Ay sağ ol, əla kartoşka. Alma. Şəkərə qarşı yaxşıdır. Bunu eşidirsən özdə bunun qabıqlı yeyirsən. Başa düşdün? Onda bir salafon ver, aparaq prov eləyək, görək nə tərcihdir. Görək. Təmiz 5 kilo 100-ə 100. Yəni Yaşa. Narahat olma. Yaşa, öpürəm. Bir salamat. Benzin pulu çıxdı. Ay kişi, köşədən oğulsan, oğul. Sən ki, gəlib Gədəbəydə
Cəmaata İran kartofunu satırsan, sən başqa aləmsən, başqa. Amma nə eləməliyik, getməliyik, çünki bu dəqiqə Əzəmət 80 dəfə yığıb götürmürəm ki, demişik ki, satırıq. Onlar da qoyuram. Salam əleykum. Yox. Gəl sataq da sataq. Eşidirsən? Cəmi 2 meşok kartof kim çox pul verdi? Gəlin, can. Nətərsən ay Əzəmət? Sağ ol. Sen için darıqram hemen. Ahırlarlar. Bilərsən hər yatanda sizi yadıma düşürsünüz. Xıza görəm. Ürəyim istəyir yanımda olasınız. Çok gözəlliyə bax sən. Girmişsin şəhərə, Bakıya. Ha, buradakı gözəlliyə bax, havaya bax. Oyunları o meşədən bir dənə tülkü. Qasa o yana, bir dənə dovşan bu yana. Bir təbiət var burada. Maşallah. Ay Əzəmət, nətərsən, nə var, nə yox, Əla. keyfin, halın nətərdir? Ay, şoşu maşallah, özün bilirsən ki, hər dəfə biz harasa söhbət həll eləməyə gedəndə gedir rent kardan prakat maşınlar götürür. Orada, bu dəfə elə bəxtimizə qəşəng bir traktor düşmüşdür. O vaxtdan bu elə traktorla Həm müalicəvidir, həm böyrək daşı, həm yol, həm... Qəşəng rahat gələrsən. Hə, rahat Yol. gəldik, qəşəng Bəh. yumuşaq idi. Sən nətərsən, neymirsən? Əla, mən özümüz ki bir yerdə dayanan da öləm. Ay, sağ ol. Hər şeydən elə Maşallah, diviziyaya. maşallah. O diviziyaya. Aha. İndi keçdim bu bina işinə də. Bu. Bina bina? var. Navastroykalar yoxdur. Bax. Şəhərdə var, niyə rayonlarda olmasın? Abi, kakros sənin məsələni həll eləyər. Prosta nədir, problem nədir? Ay Aha, sağ ol. hə. Bu hamısından danışıram, hansı ərazi zat çertyoş çəkilib. O Aha. ərazidə nə qədər evlər var, cəmaata Ay, hamısını sağ ol. pulun zadın kakpalojunda, Aha, yəni həmişə nətər olur. Verdi, köçdür, cəmaat özünə ev alsın, yəni yaxşı evə keçdinsə, Aha. bir dənə ilişmişəm kimə? Vay. Səncə kimə? Kimə o? Bu sizin qohum yoxdurmu bu fəlakət? O debil, başı çatmır, xəstə yoxdur. Hə. Girib bir dənə daxmadı, it qalmaz aç orada. Vay. Deyirəm, çıx oradan. Sənə yaxşı pul verim, çıx get başqa. Dirək fikir yox, çıxma. Sən fəlakətə pul təklif elədin, razılaşmadın. Pul nədir aç ki? Ona ev təklif eləmişəm. Vay. Deyirəm rəqqasələr, nə bilim nə. Əzəmət, narahat sən olma. elə şeylərə görə narahat olma. Qardaş, Deməli, nə belə lazım başa deyil. düşdüm ki, maşallah, bina tikirsən. Mən problemim qardaşım. Narahat Əsas mənim olma. problemim. O fəlakətdir. İndi siz hər bir işlə siz də mənim kimi indi qohumuq, düzgün yazar. Qohuma nə Dedim vaxt ki, lazım o evdən sizin kim olsa siz eləyəcəksiniz onu. Yəni evdən insanı çıxartmağa. Sən gəl narahat olma. Düzgünlə danışıq. O boyda şən müəllim durub o boyda yol gəlib. Yəni sən belə şeyləri Düzdür. boş Yəni başınıza şeylərlə zara gəlib də Buyur, belə. hə. başımıza gəlib. Biz evlər sıtmışıq, adamlar Bəh, dağıtmışıq. O mənada yox. qohum, O mənada yox. Yəni sənədi ilə Mənada kimdə? Razılıqla qolma. Ay sağ ol, şöşü. Dedi yadıma düşdü. O vaxtı Rəqsanə bu təzə gəlmişdi Bakıya. Müğənnimi? Hə, deyirəm, hə. Bu şöşü üçün ev almışdıq. Güzbalı ilə də kasıb vaxtlarımızda o vaxtı. Güzbalı ilə bir təhər ev almışdıq 7-ci mikrorayonda. Hə, bir onda görürük ki, zəng edib mən ki, ay Şəmi, bəs evimdə yaşayırlar. Nətər yaşayırlar? Nə olubsa, girdim içəri ki, biz çıxmırıq. Bakı. Niyə çıxmırsan? Həmin o rəqsanə. Niyə çıxmırsan? Bu zahamat, bu alın təri ilə pul qazanır, ev alıb özünə, sən Gəlib gəlmirsən. girib camaatın evinə. Çıxmıram. Bu belə şeymi olar, dərəbəylikmi olar, ay Rəqsanə xanım? Dedim başa düşmür. Getdim qonşuluqda kirayə ev verilirdi. Getdim Əli Mirəliyevi tutdum. O da onun da evsiz vaxtları idi. Gəldim dedim ki, Əli müəllim, burada yaşayırsan. Pulu mən verirəm, aylıq pulu mən verirəm, yaşa. Siz nəsiniz hə? Siz nəsiniz? İnandırım Əzəmət, Əli Mirəliyev düz bir həftə ərzində o qədər danışdı, o qədər deyindi, o qədər bunun baş beyninə apardı. Bir də bir onda gördüm qonşular zəngləyib ki, Şəmi müəllim muştuluğumuzu ver, Rəqsanə köçür burada. Siz Bu yolla nəsiniz? ha. Narahat olma, elə şeylərə görə Nə narahat bilim, bu olma. fəlakətin sonra Əli Mirəliyevin özün köçürdün. Çox debil gədədir ha. Eşidirsən? Narahat olma. Keçək əsas məsələyə. Sən bizə o behdən, zatdan, nəsə bir şirinlikləndirici. Hər dəfə bax, qohumluq söhbətlər gətirib pulu şey eləyirsiniz. Əzəmət. Gəlib burada oturub yeyibsirik. Ay sağ ol, işi görək sonra, yaxşı. Mən getdim kebabı çəkməyə. Sən də var. Sən də o fəlakətlə şey eləyin də, sən cana bax, xahiş eləmə. Söz danışdıq ha. Söz danışdıq. Eşidirsən, narahat olma. Nə olub, ürəyin tap. İki düşsənə, ha. Ürəkli ol, ha. Kəsərəm səni mən, kəsərəm səni. Onlara bir daha balaca çorba kəsəcəm. Bu nədir ay kişi? Bu nədir? Bu nə işlə məşğulsan? Elə hara gedirsən çıxırsan qabağımıza. Hara gedirsən? Neyniyim? Xeyr ola. Əvvəllər şəhərdəydi. Hə. İndi sayfələmir. Nə? Aha. Bütün hər tim başı kamera. Vay. Ora hərəkət edirəm axı. Mən sayfələmir. Gəlmişəm indi alnımın təri ilə, hala zəhmətlə qazanıram. Bu nə şək? Qoy on qırağa, at on qırağa. Şöşünü qoy qırağa. Sən gül kimi oğlansan, sən Şəmi ilə şöşünün dostusan. Eşidirsən? Lomun zadın var. Qəşəng lom. Dəmir də lom var. Ha. Lomun zadı götür qəşəng işi var, ev dağıdacaq. Ala nə ev dağıtmaq ala. Ayıb ala. Mən elə şeylər. Elə. Kimin sənin evini Ay dağıtmaq? elə yox, o mənada yox, ay Nə deyirəm, kişi.
Bu əzəmət yoxdur, bizim əzəmət. Bu təzə bina tikdirik. Ha, işte. Ay sağ ol. Yer götürüb oradan, cəmaata danışmışıq, hamı çıxıb. İndi onların evlərini sökmək lazımdır. Başa düşürsən? Valla mən O- niyə deyir Ay qurban kişi- mən ev sökənəm, mən nəyəm? O əvvəllər baxma, o sıxırdı, qırıdı gedirdim, o başqa söhbət. Ay kişi, Amma bu indi nə mən elə şeylər. Ay, işte cəmaat olan çıxıb, başqa. evindən çıxıb, cəmaatın pulunu vermişik, evini almışıq. Hə, lomla Vay. qırx daşı zadı qırassan. Orada elə Vəssalam, pul başqa verək. iş var. Hə. Daşlar qıram evi sökürəm. Hepsi, burada nə var ki? Ay, yo, mən Hə, ya. eşidirsən? Halal deyir o. Yox, yox, ey. Sən müəllim sən cibindən Hə. 100 manat pul ver. Mən şəxsən, mən şöşü, onun zəhmət haqqısına da 100 manat döyür, 100 manatını veririk. Ya, Buna ya bax- qardaşım, siz məni şirkləndirib pulla, mən haqsa pulla. Yox, alınmır. Hə, Nə deyir hə bu? ay şöşü 100-ün də əlavə elə 200 olsun. 200 manat verəcək. 200 manat? Hə, 200 manat nağdı. Ha, yox, mən vicdanım sıxmır. Buyur. Ya, Buna mən elə deyir, şey deyəm. bağırlanıb Ha, pulla. cibindən bir dənə də, hə, 200 də mən qoyacağam. 400 manat sənə pul verəcək ki, lomu götür gəl. Yox, qardaşım, gedin, siz gedin. Ya. Bu nə deyir hə bu? Ya, mən pulla elə görürəm. Mən pulla ya, Allahda siz başımı sıxırdı. Ya. Ay kişi, Ya, ay, ya, ay, mən bir elə- gün içində 400 manat pul qazanırsan. Ay qardaşım, demirsən belə. O haramdır, bu halaldır da. Mən istəmirəm. Mən Hə, halal. 500 manat verəcək, get lomu götür. Ya. Nə qədər deyir? 1000 ver, 1500 verməliydi. Vay. İncimin. Bax belə qulluğunuzdayam. Bu necə? Oturaq, çay içərək, amma yox, mən necə. Yaxşı. Ay, Mən işim işləyim. bu həmən o gədədir. Bu bütün günü o qədər belə Uğurlu. gizli qara işlərlə məşğul olur. Kimi gəlib götən işlə məşğul olur bu. Mən elə gəlir ki, şoşu bunu yola gətirməliyik, bir tər yola gətirməliyik. Səndə var axı sən. Hə, yola gətirəcək, Hə, problem sənin bu yox. dilin var ha, bu dilin var ha. O ilanı yuvasından bax belə çıxardır. Qoyur 2 dənə təzədən basır yuvaya. Elə eləyəcəkdim, prosta gözümə inanmadım ki, bu bandit gədə nə tər ağıllanıb və bu əziyyətli Ay, işlə zadla məşğul olur. Eşitə Heç başqa gözümə- fəhlələrdən kim var kənddə? Kimlər qalıb? Onlar hamısı da çıxıb gedib. Bəlkə kitay zad tutaq bir şey. Kitay yox. Deyir, Hə, onlar kitay bir də. Hə, yox, onlar bir də bura gəlincə, Gədəbəyə gəlincə gör nə qədər vaxt çəkəcək. Hə, Ağıllanıb. o cür insan necə ağıllana bilər? Bax mənə o çatmır. Ay, Gəlirsən Gədəbəydə ot yığasan. Hə, Gör nə deyirəm. hə, Amma get də səndə də eşşək oğlu. Gör nə deyirəm. hə. Mən bayaq fikirləşdim, bayaqdan fikirləşirəm. Deyirəm, saqqızıma orada pişirdiniz məni. Bəlkə onu 600 manat eləyəsiniz. Nə tək deyirəm də. İkimizik. 3 eşşəyin 300 mənim. Bilirdim ki, sən yola gələrsən. Problem yox. Gedi. Davay. Evarda Oğul deyil. sənə, Gel, oğul 300 sənə. eşşəyin 300 mənim. Gəl, İkimizik də eşşəklə mənim. Otur getdik, davay, sür. Burada adam, ala yavaş. Sür. Sür da sən də geri get. Ay Fay kişi. Buraya görün hə. Hə, gəl görüm bura. Fəlakət yoxdur. Bizik biz. Gəl bura. Hə, gəl bura. Gəl gör kimlər gəlib hələ. Bu gecə vaxtı kimdir yenə zəhv? Mənə. Hə, mənə. Nətərsiz, nətərsiz? Hə, salam ver lan abi. Ay yox, qapı bağlı gələnməyərəm, qapı bağlı, heç yox. Qoy bu qapını belə eləyirsən açılır da gəl bura. Hə, bu belə də açılır. Hə, bu xəbər. Ala. Badamın üstə gəl laxı belə, xoşuma gəldi. Nə var, nə yox, ay falan. Hə, sağ ol, sağ ol. Maşallah, işdə, gücdə. Tanımadınız deyəsən. Hə, tanıdıq, nətər tanımadı? Amma tanımadı ki mən. Fəlakətsən də Hə, fəlakət. yox, onu demirəm. Hə. O video çıxıb baxmamısınız şeydə, internetdə videom çıxmışdı Nə mənim. video, hə? O iti öldürən var idi ha, iti öldürən. Ha, o içsənsən. Yox, it mən deyiləm, iti mənə qoymadılar, o şey. Onu çəkən mənəm. Nə, Hə, video hə, o mənim qardaşımdır ha. Kim? O şey iti öldürən. Elə Hə, deyirəm siz nəsillikcə Hə, hə, belə hə. başdan xarabsınız da Çəkdim apardım verdim polisə də ha. Çəkdim apardım verdim polisə. Harda gic videolar. Hə, 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 eşidirsən fəlakət. Hə. Bizim bu Əzəmət müəllim burada Hə. öy tütürür da, bilirsən də, Hə, bina. lap yox, zdaniya. xeyirli olsun, xeyirli Hə, olsun. Nə ay, deyirəm? ay, Tütürsün, sağ ol. tütürsün. Ay sağ ol. Hə. Ona görə də. Bax sənin bax bu evin var ha. Hə, hə, O hə. evini elə bir verirsən bizə. Hə, hə, hə. Nətər verirsən? Yəni pulun veririk də. Hə, problem yoxdur. O evin pulunu veririk. Sənə bir dənə ev alırıq. Hə, hə, hə. Ondan sonra həmin pula bax maşını qoymusan burada satdığa. Sonra gedib özünə təzə bir dənə maşın alırsan. Bir Hə, hə. əyin baş alırsan. Bax gic paltarlar geyinirsən. Neçə versən ki, neçə versən? Nəyi? Evi neçə versən? Ay evi sən verməlisən. Hə, mənim evimi satırsan. Hə, 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 hə. Hə, yox, bu evi satmıram. Bu evi mən satmıram. Ay Bu ev kişi, olmaz. ay. Ay, bu ev babamın babasının evidir. Bu satmıram. Hə, bu mən nə bu evi. danışır, hə? Ay, bu evin Hə. 1401 yaşı var, xəbərin. 1401 Hə, bu elə bir ev deyil, hə. Tökülü bitir də. Bu elə bir sən evdir. Ha, Hə, hə. burada adam yaşamaz, bu ev deyil. Gəl, mənə gəl. Bildik dənə bildik. Ay fəlakət. Hə, hə, hə. Eşidirsənmi? Hə, Bildik aldasın. dənə indi panoraması var, nə bilim, şey var, mansardı var. O hamısını bilirik. Sən belə elə. Hə, hə. Sən bu evi sat bizə. Yəni hə. qiymətini danışaq. Ay, Bu evi hə, satırsan hə. bizə. Bax, sənin üçün təzə ev. Hə, hə. Novostroykadan. Hə, əla. Sənin üçün bu bayırdakı maşını dəyişirik. Avtomatik inamarka. Mənim maşınım yoxdur axı, mənim maşınım yoxdur. Hə, bayırda qoymamısan satılır. Hə, o da mənimdir, Hə. o da mənim. Bir dənə qol çəkirsən vəssalam. Yaxşı? Ay, bu ev, Hə. eşsən mənim. Hə. O vaxtı
bu Nemeslər zad yox idi 41-45-də Aha, müharibə. hə. O vaxt Nemeslər gəlib babamla bu evdə gizləniblər. Nə danışırsan? Onda çoxdandan Siz deməli. onu əzəldən belə gic olubsunuz. Hə, də babam danışır mənə də. Hə. Babam danışır ki, o vaxt Nemeslər gəlib bura, qalıblar 2-3 gün. Sonra Nemes qayıdıb babama nə desə yaxşı. Nə deyib ki? Deyib, ay, bu evi maniyyə verərsən. Özdə bizim dildə deyib, ha, Nemes bizim dildə deyib. Yaxşı görək. Babam da qayıdıbdı, satmıram. Aha. Babam Ha. da qayıdıb deyib ki, satmıram. Mən də o bir otaqda yatmışam axı Aha. sakitcə. Ha. O bir otaqdan bu söhbətə qulaq asıram. Ha. Ki, satıram, satmıram. O deyir ki, mənim pulum var, pulum var mənim. Özdə bizim dildə deyir. Ha. Qayıdır ki, mənim pulum var, pulum var. Hadi yaxşı. O deyir, ay, satmıram. Bir dəqiqə deyən, bir dəqiqə deyən, giz danışırsan, hə? Sən niyə? 45 belə getdin, nə bilim, Nemesdə. O vaxt sən heç var idi. Əlbəttə yox, demirəm, o bir otaqda yatmışdım, özdə gözüm zadımı yummuşdum ki, yatmışam. Oradan eşitdim də, babama qayıtdı ki, buranı maniyyə verərsən, özdə bizim dildə, ha. Babam qayıdıb nə desə yaxşıdır. Nə? Satmıram. O da qayıdıb dirəşib ki, mənim pulum var, pulum var. O deyir, ay, satmıram, mənə satmıram. Baban yalan danışır. Babanı da söyləyəcəm. Onda yəqin mənim babam yalan danışır. Hə, Mənim babam hə, yalan. Deyin də, nə deyin. Talaçın. Hə. Biz qıraq adam deyil. Hə, bilirəm də, biz qohumuq, Şəmi biz müəllim qohumuq. özü şəxsən gəlib ki, sənin hə. bu evini, pulunu, haqq hesabını eləyək. hə. Burada qəşəng bina tikəcəklər. Hə, bu evi. Ha, Ay, bu burada- evdə heç it yaşamaz. Ay, nə qarsan burada? Bu evdə it yaşamaz. Ay, eşidirsən, mən deyirəm ki, bu əzəmət burada bir evdən zaddan tiysə, elə bütün qohum əqrəba yığışıb bir yerdə Biz qalarsan. də deyirik, biz də onu deyirik də bayaqdan. Hə, Bayaqdan onu dedik də, bu evdə it yaşamaz. Sən niyə yaşayırsan? Talaçın. hə. İstəmirsən bütün qohum əqrəbə, hamı mehriban bir Hə, binada, əla. altda maşının, Bəs, üstdə bəs, qarajın, bəs, bəs. uşaqlar qaçır ora, qaçır bura. Hə, Gəl hə, sən hə. qol çək razılaş. Asfalt, Hə, qəşəng. doğrudan heç o ağlıma Profil, gəlməyib, qəşəng heç o ağlıma gəlməyib, hə. Onda bu evi, bu evdə, hə. Ay sağ ol. Gəl bir razılığa gələk. Bu Remen var, ha. Hə. Məcnun yoxdurmu? Məcnun, Leylinin Məcnun'dan ha. O vaxt o Məcnun olanda bizdə qalırdı ha, evdə, bizdə qalır. Bu onun Remenidir. Bu onun Hə, bu- Remenidir. Hə, Məcnun Louis Vuitton geyinib o vaxt. Hə, Git danışırsan o bu. vaxt Leylini bax bununla boğub öldü. Hə, get, yaxşı. Hə, satmıram, belə çıxın bayrağı. Ay, nə Ay, qarşı? ay, Bayrağı, bəlkə. hə, çıxın bayrağı. Ay, qohumuq biz. Hə, nə qohum çıxın bayrağı satmıram. Hə, çıxın bayrağı. Deyirəm satmıram, deyir sat. Deyirəm satmıram, deyir sat. Bu evdə söküm də bir Hə, dəqiqə. bunun əlindən sökə bilirik ki, Ana sən də deyən qoy sökək dağda evi tökək də. Bu nə? Satmıram, nə satmıram, başa Ay çıxmısan. kişi, ay gəl bir razılığa gəl. Ay biz sənə təzə ev veririk, maşın veririk, pul veririk, yayın baş Allah. veririk. Ay kim qalar bu evdə? Burada adam da qalmaz. Bir satsınlar, ev tikdirsinlər. Adam niyə qalmır? Adam niyə qalmır? O günü bizim iti saldım içəri ki, qal burada. Gördüm çıxıb çöldə yağışda yatıb. Adam niyə qalmır? Mən yatdım içəridə. Qoy Ay, sökək. Falaçay. Biz qıraq adam deyil. Hə, Biz bilirəm, biz qohumuq. biz istəyirik burada bir sökət bina tikək. Hada gəlin Orada bir də. qohum əqrəbə bu Əzəmət müəllim yoxdur. O da bizim adamdır. da. Hə, burada. Qalağa getmək Hə, istəyir. burada Bura deyirsən. bir asfalt çəkək, bura bir Hə. yaşıllıq, bir qazon vuraq. Hə, ala, bə deyin də, bunu deyin. Belə deyin. Ala, Söküb, ala. söküb. Metran hardadır? Ala, metranı çıxart görək, metranı çıxart görək. Kömək elə. Tut, hə, tut. Oğlum, Eşsən biraz gücünü elə evin gəlsi sat gələr, biraz gücünü. Hə, evin yəsi sənsən, tup o. Ha, Tupoy sənsən də evin Əmən, gəlsin. əmən Kömək satmıram, elə. mən satmıram, mən dağılışım. Mən satmıram, hə. satmırsan? Əlaqərsən, satmıram evi. Nə deyir, hə bu? Hə, satmıram, elə bildim qonşunun Hə, evidir. bizi satmıram. dolamsan bayaqdan 2 saat. Hə, yox, satan mənəm, deyim satan Sən mənəm. Allah qoy işimizi görək. Mənə bir çörək pulumu qazan. Eşidirsənmi? Hə, Sən istədin, istəmədin bu ev sökülməlidir. Bunu başa Nətər düş. olur, nətər olur? Gəl yaxşılıqla belə eləyək. Sənə pul verək. Siz ölçün görün necə. Gəl, gəl, Sənə gəl. Qıraqdan götür, orada mənim, qıraqdan götür. Hə. gəl yaxşılıq eləsən bizə. Hə, yaxşılıq Sən gəl imzanı at, Hə, hə, kağız at. atım. Ay sağ ol. Normalni sivil qaydada biz bu evi sökək, qəşəng. Hə, hə, O fəhləmiz də gəlib burdadır, gözləyir. Hə, o fəhlədir, o fəhlədir. Evi sökək. 3 aydan, 4 aydan sonra burada bax 21 mərtəbəli təzə navasdır. Burada deyirsən? Ay, evinin yerində. Hə, bu bax evi mən satmıram, bax demədim bayaq sənə. Bu evi satmıram mən. Ay, bir dəqiqə ya. Nətər sən? Ay sökü, ay sökü. Ay sökü. Ay, vurma, qohumdur. Beynimizi xarab etsən, ay sök, sök. Ay kişi. Mən sökürəm, mən işimdəyəm. Mən Ay, bilmirəm. sök. qurban Ay utanmır. O vaxtı bunu mənə babam Bu nə? vermişdi, soruşmuşdum ki, bu mənə neçəyə verərsən? Ha, bu işləmir ki, hə, bu işləmir ki, hə, qaçın, hə. Hə, qaçın, bu işləmir. Başa xarabdaysan. Hə, mənim niyə başım xarab oldu? Deyirəm satmıram da, deyirəm satmıram. Ay kişi, get o tərəfə. Sökürün evini. Ay, ay, bir də sök. Ay sökü. Xotda da var. Hə, tuturam bunu, bunu tuturam, tuturam bunu. Tuturam bunu. Sür, hə. Hə, sür. Xotda köşü. Xotda. Sür. Ay, yazıq dönür eləyər, gör görür. Ay, sən. Hə, da deyilən almıram da, 2 saat
satdı məni. Şey, Ha, ver ay görüm fəlakət, onu, ver ay görüm onu. fəlakət. Hə, denən almıram da. Ha. Denən satmıram, Ay almıram. fəlakət kişi. Hə. Biz sənin yaxşılığına gəlmişik. Hə, hə. Burada qəşəng ev tikəcəyik, sənə pul verəcəyik. Hə. Nə istəyirsən? Mən niyə demirsən? Mən niyə demirsən? Ev almışıq qəşəng, Hə, hə. remontlu, televizorlu, crosslu antenalı, Hə. kompüteri də var, nə bilim interneti, hər Burada, bir şey. burada. Hə, bu kənddə almışıq da bu evi sən Hə. gəl sat bizə. Hə. Sənə pul da verək, hər şey, nə şərait istəsən yaradırıq da. Hə, elə. Bə mənə niyə demirsiz? Bunu adam kimi deyin, sataq da. Biz Nə? satdı bəs. Də var. Nə qarırıq biz? Söz söyle. Denən evi satıram, pulum var Hə, mənim. bayaqdan dil tökürük sənə ki, ay fəlakət qurban. Cicim nəyinə qulaq asırıq? Hə, mən desəm, mən Eşdirsən? desəm. Sənədi gətirək. Sənəd nə Bir dənə edirəm? qol çək, məsələ həll olsun, püsyo, çıxaq Hə, gedək. sənəd nə edirəm? Evi satıram da, sənəd nə Heç edirəm? yaxşıdır, bir qol çək ki, bilək ki, Hə, hə, hə. hansı zamanda gəlir? 2013-cü ildir. Hə, bə bunu neçəyə versən mənə? Bunu neçəyə versən? Hə, bu satılmır. Hə, bu satılmır. İmzala. Qoy onu yazmaya bura bu satır. Sən əla oğlansan. İndi mənim evim yoxdur da, hə, evim yoxdur. Mən çöldə qaldım, hə mən. Sən oğulsan, oğul. Ay, Hə, fəlakət. mən oğlan. Sən bugündən sonra Hə. yaşadın, yaşadın. Eşsən o evdə delfin olsun, bir də dənizə baxsın. Ya dənizə. olacaq, hər şey olacaq. Hə, mən gedim də indi avara qaldım, hə. Hə, mən. hə, gəl, hə. Hə, mən gedim. İşi saatdır budman dil. Hə, bir gətir çıxartdana bu gətir dana bu aparaturanı bir, nə bilim texnikanı gətir, bir tök cahamatı bir qorxudaq ondan sonra da. Deyirəm. Deyirəm, bilmirsən, bu olmamış çıxan dör evdən. Yox, əsas cəmaatın sağlasiyasıdır. Gəl. Köşü təbrik eləyirəm. Deyəsən işimiz alınır. Kontrakt savir şunu. Əzəmətə bir zəng eləyir. Qohum da adama pis ev verər. Deyirsən biz pis ev qohumuq, təklif hə? eləyər. Bəli, bax. Hə, bə mənə niyə demirsən qohumuq? Sən bu evin belə olmağına baxma, ha. Yəni bu, Yox, əladır, qəşəngdir, xoşuma gəldi. Yaxşıdır. Eşsən bura bir dənə də qapı qoysaq əla olacaq. Hə, Bunun qapısı. fəlakət bura gəl. Hə, hə, hə. Sənə deyirəm, heç kimə demə. Hə, hə. Bax, bura bu territoriya elə belə yerdir. Hə, hə. 2 günə asfaltı vururlar. Hə, hə. 500 eləyib tapşırıq. 2 günə buranı asfalt. Yox, yox, asfaltdan lazımdır. Ev oldu, bəs eləyir. Bax, keçən həftə bax Hə. oradan 10 sot torpaq Arnold Schwarzenegger var ha. Hə, tanımıram, onu tanımıram. Hə, Bolaradan tanıyır. Eşidirsən? Hə, Bax, hə. arxa ev var ha, səninlə bitişik ev. Hə. Orada Tarkanın anası qalır. Yayda gəlir dincəlməyə. Yəni oranı satmıram, oranı satmıram. Hə, ora sənin dör, sənin yerin buradır. Yəni ki, bura bura elə belə yer dör. Bura indi birazdan deyəcək. Milyonerlər məhəlləsidir bura. Ulduzlar Hə. məhəlləsi, milyonerlər məhəlləsi. Bə mən niyə burada qalıram? Bə mən niyə burada Sən qalıram? də milyonersən. Hə, sən də Türk ucu- kimi ev Hə, bə vermişik. mənə niyə demirsən? Hə, deyin. Hə, sən uca milyonersən. Mən pulum var ha, pulum var Var, mən, problem deyil. Eşidirsən? Hə, hə. Özdə bu yaxınlarda burada dəniz zad da olacaq. Hə, delfin dənizdə Hər var ya. şey. Pulum var ha mənim, pulum var. Problem yox. İstəsən yəni burada basen zad da tikirlər. Narazılığın Hə, zamanı yox. yox. Yoxdur. Yox, yox, hər şey Heç əladır. bir narazılığı Hə. yoxdur ki. Digir yaşa. qaqa. Heç sən bu evi neçəyə verdiniz mənə? Bilmədim axı neçəyə verdiniz bu evi? Hədiyyə. Hə, pulsuzdur, pulsuz. Hə, Əla, pulsuzdur. pulsuzsa əla. Yaxşı? Hə, hə, hə. Hə, də var. Bizdən Toyuq, cücə, qoyun, moyun, o uca səninlikdir. Hə, gələ bir qonağım oldu, da qonağım Yox, oldu. yox, sağ ol, sağ ol, sağ ol. Hə, hə, Fəlakət. yaxşı, Eşidirsən? yaxşı. Hə. Ay, fəlakət. Hə, yox. Bax Lady Gaga qonşuda birdən axşam gedib nəsə. Nə var? Yerində gəlmişik ya. Nədir o? Heç. Ay Əzəmət. Can. Bir gəl görün bura. Tanış görək. Ya belə risk girirsiz, hə? Sən risk girirsən. Qapını bağla da, qapını bağla. Əzəmət. Hə can. Dediyin hər şeyi həll eləmişik. Bütün sakinlərlə normal sivil qaydada şöşü danışdı. Bəli. Buldozerlər orada işləyir. Demişəm Bəli, ki, bəli. bax gördüyünüz bu yer var ha. Bura Əzəmət müəllimin yeridir. Burada bina Hə, dayan, tikəcək. aç. Gördüyünüz bu yeri Hadi bir dəqiqə dayan, Elə bir şov dəqiqə oluyorsunuz dayan, ki, bir bir dəqiqə dənə- dayan. Bildik hə, buldozer. Bir Ha. dəqiqə dayan. Zəng eləyirəm, sən niyə götürmüsən aç. Nə deyirəm Mən bu? sizə heç vaxt zəng eləyəndə siz telefon Sən açsan zəng eləmsən aç. Hə, Hə, düzdür, bayaq bir dənə zəng zəng eləyirəm. edir. Hə, nə olur ki? Hə, elə bir Hə, sənədlər, zatlar hamısı burada da gəl. Olmaz. Hə, lazımdır, lazımdır, Nə deyirəm? lazımdır aç. Ayşəmi, bu pul verməmək üçün deyəsən sən cüc Ayıb olsun, ayıb olsun. Hə, biz qohumuq aç. Buyur. Sonra bax bu pul sana qurbandır. Qurbandır sənə bu pul. Götür. Hə. Hara götürsən? Gələ onu qazanasan. Əzəmət hardan pul qazanır? Nə olur ha yenə? Hə. Ha. Elə şeylər gəldi bu geologlar zətdə. Hə. O yerin altın zadın o nədir o Tutankamon, nə belə Nə şeylər. bu? Onları tapanlar da eşələrlər oradan Alman meyitləri çıxdı. Bildi 41-45-də orada elə bil
Nemesləri bastırıblar, qalıb orada. Qəbirstanlıqda. Nə nağıl danışırsan, hə? Hə, o sözümü danışım da. Onu olmaz da, qəbirstanlıqda o gəlib adamın nətər nə qayırarlar, nə Natkiyat eləyirlər. kanalından gəliblər. Ay sağ ol, bax onlar. Onlar gəliblər, meyit satdılar. Dedilər olmaz da qəbirstanlıqda nə ev? Özün yaşayar. Bax qəbirstanlıqda ev verim sən yaşayarsan. Orada Biz tutma, nə odur, qayıraq odur. Bu boyda iş görmüşük, böyle pul xərcləmişik biz. Nə Hə, marşrut dəyişib də başqa yerdən keçir. Elə bir kompleks başqa yerdən. Ha, bizim Amma orada yo. Gəlmisiz indi o heç sevişmək öz yerində ha. O kebaba daxili yoxdur o söhbətin. Amma indi nəsə bu şey danışmadıq. Nə qədər danışmışdıq? 150 min. O pulu lap sizə verərəm, problem yoxdur. Prosta indi Конечно o, verərsən. bir dənə də ev var, həmin zonada bir dənə də şikayətli ev var. Elə problemli ev. Onu gedək danışaq, baxın oralara zara. Hə, güclə yola gətirmişdik Cahamat. Hə. Ay Əzəmət, nə danışırsan Sən sən? bu dəqiqə oranı görsən bütün problemlər yadından çıxar. o boyda. Gəl gedək mən sənə o evi Neçə evdir? göstərim. Bir dənə cəmi evdir. Onunla danışsaz o pul elə bil qalır qaydada da o verən Gəl, yerəsə. o boyda. Gedək elə bir yarısından Şöşü götür diplomatı. Ver bura, ver bura. Ay bunu Ay, bu evə gel. bunu evə qoyacağam. Bunu evə qoyacağam. Ay Əzəmət, harda tapdın hə bu yeri? Hə, bura elə belə yerdə öyle. Ay panoramaya bax, ay şöşü, panoramaya bax. Ha, səmən yer deyiləm, ey Adam bura. olur, elə bil ki burada olmusan. Elə bir hissiyatın var məndə. Ha, sən burada heç vaxt olanmazsın. Ay, sən buranı birinci dəfə görsən, bir də görməyəcəksən. Əzəmət. Bu cür yerlər, bu Hə, cür sən səfalı. nə oldu? O boyda yer danışmışdıq sənə, o boyda əziyyət çəkmişdik. Cahamatı gücbala ilə evakuasiya eləmişdik. Sən elə gündə bir fikrini dəyişirsən. Buralar birazdan Aha. olur kurortlu rayon. Nə danışırsan? Mən evi tikmək istəyirəm, evinə bax belə burada. Aha. Bax bu tərəflər zət alınıb, bir dənə boş yer buradır. Hə. Lady Gaga, Aha. Arnold Schwarzenegger. Nə danışırsan? Nə də o gədə göydə güllələrdən belə eləyir. Nədir onun adı nədir? Ha bit bit. Hə. Ha bit 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 Ay, bit. hə, də o məşhur o, gedə. Hamısı, bax onlar zət hamısı qonşuluqlar. Ha. Burada aldın avtomatik ulduz orta. Sən Allah. O nə deyir? Hə, binada 21 Doğrudan mərtəbə. çıxdı hə bu. Hə, sonra gəldikdə biz nəyinirsən dayı? Hə, bə bu burada biri var. Ha, Kim ha. yaxşı var, nə Hara, bilim. hə. Bilsən özdə kim idi? Kim? O nədir bizim qohum var ha, o özü zay, dədəsi zay. Nə də onun Dımbılı adı? Məhəmməd. Yox, yox. Ha, bizim də xəstə, o xəstə. Hə, fəlakət. Onun kimi bir şeydir. Kim çağırdı mən o xəstə kimdədir o söz kimdəyir orada? Vay, Satmıram ha bu evi satmıram mən. hansı evə deyirsən çıxırsan? Ha, sən məndən adamsan ha. Ay eşidirsən şöşü. Hə, şöşüdür. Ha eşidirsən bu Ay, evin nədir? fərqliyini göstərim sənə. Bu ev dəhşət evdir ha bunu satan deyiləm mən. Niyə? Ha bu yeganə evdir ki bunun pulu yoxdur. Ayağıma bax ayağıma. Hə, əladır promoy dənizə düşüb. Yox bu dənizə. Debil deyil. Gül kimi ev verir də sənə. Get başqa evdə yaşa. Nə Mən də oynayın yeri. Əzəmət, bu ev, bu da sən, biz bundan bacarmırıq. Bu yenə mi gəldi? Biz bundan bazara. Ha, biz qohumuz.